Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Ramazan ayının gecəsində xoş gördük. Sizlərə xəstə insanların orucu barəsində mühüm bir qaydanı açıqlamaq istəyirəm. Xəstə bir insan üçün oruc tutmaq nə zaman düzgün deyil. Əgər oruc tutmaq xəstəliyin ağırlaşmasına, sağalma müddətinin uzanmasına, ağrıların artmasına səbəb olarsa, belə hallarda oruc tutmaq doğru deyil. Burada əsas meyar nədir? İnsanın adətən dözə bilməyəcəyi dərəcədə narahatlıq yaranmasıdır. Həmçinin insan bunu dəqiq bilməsə də, ciddi ehtimal etsə və ya məntiqi əsaslara qorxsa, yenə də oruc tutmamalıdır. Sağlam bir insan da əgər oruc tutsa, xəstələnəcəyinə dair ağla batan qorxusu varsa, oruc tutması düzgün deyil. Lakin əgər xəstəliyin oruca maneə yaratmağına aydınlaşarsa, belə vəziyyətdə oruc tutmaq vacibdir. Əgər xəstəlik davamlı olaraq növbəti Ramazan ayına qədər uzanarsa, bu halda qəza tutmaq əvəzinə hər gün oruc üçün 750 qram ərzaq fidyə verməlidir. Burada ərzaq deyilərkən buğda, un və yaxud da çörək nəzərdə tutulur. Allah ibadət və itaətlərinizi ali dərəcədə qəbul etsin. Allah amanında. Bismillahirrahmanirrahim.